Yaşıma mümkün Yavaş deyil. da. Uşaqlarımız hər ora çıxanda yıxılıb ölürlər. Dayan. Davud, sənin axı uşağın yoxdur. Necə yəni yoxdur? Hə! Əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar? Davud, bunlar axı burada olmurlar. Nə olsun ki? Nə olsun ki olmurlar? Bura bax, sən hələ uşaqsan, mən qayda qanunu yaxşı bilirəm. Onlara spravka lazımdır. Spravka var, deməli uşaqlar da var. İnanmayan da lap atasına lən. Yaxşı. Bəlkə, Davud, bəlkə yazaq ki, uşaqlar pilləkəndən yıxılıb əzilirlər. Yox, ölürlər yaxşıdır. Qoy gəlib bir əncam çəksinlər. Hada bu pilləkəni də burada rədd eləsinlər də. Yaxşı, nə deyirəm ki, özün bilərsən. Davud, sən hansı pilləkəni götürmək istəyirsən? Ada ayrısı var ki, bunu deyirəm də. Bəs sonra xala hardan düşəcək? Qoca arvaddır, ildə bir dəfə aşağı düşür. Qoy o biri tərəfdən düşsün. Yox, Davud. Bax, bu olmadı. Mən belə ərzəni yaza bilmərəm. Necə yazmırsan? Yox. İki manatı bəri ötür Qulaq as da, Davud. Sən ki qayda qanunu yaxşı bilirsən. O 2 manatı mənə niyə vermişdin? Mən işə gecikməyim, düzdür? Düzdür. Ya, ağabala sən, bu olmaz ki ya. Şu vaxtımı itirmişəm deməli, pul da mənimdir. Yavaş. 2 manatı bəri ver görün. Sənə deyirəm sənə. Qaçma! Bırak məni! Bırak sənə deyirəm. Deyirəm mənim 2 manatımı versin. Ay Davud, uşaq zat deyirsən ki. Bilirsən ki, Muraddan pul almaq çətin işdir də. Arxayın ol, maaş alanda mən səni qaytararam. Bura bax, qədəş. Verəcəksən ha. Yoxsa onun qol qabırqasını sındıraram.